Zərdab su meliorasiya sistemlərinin istismar idarəsinin xidmət ərazisinin əsas su mənbəyi olan Kür, Türyançay, Göyçay çayının və kanal üzərində quraşdırılmış 70 nasos stansiyada 110 aqreqatın gücündən istifadə etməklə 38.759 hektar suvarılan pay torpaqlarının eyni zamanda Ağsu Külülü su anbarından öz axımı ilə qidalanan diametri 450 mm, 72 km uzunluğunda boru kəməri vasitəsilə 3559 abonent sayı olan əhali və qeyri-əhalinin kommunal məişət suyunun kəndlərdə quraşdırılmış 33 ədəd modul tipli su təmizləyici qurğudan 438 ədəd su bulağından istifadə etməklə 37 min əhalinin içməli su təminatını həyata keçirir. 2026-cı ilin məhsulu üçün rayonun təsərrüfatlarında 12.445 hektar taxıl, 380 hektar xəsil, 2411 hektar pambıq, 638 hektar bostan tərəvəz, 125 hektar qarğıdalı, 120 hektar darı, 150 hektar çəltik, 2000 hektar həyətyanı sahə, 15.450 hektar yonca suvarılması həyata keçirmişdir. Suvarma mövsümü davam edir. Rayonun xidməti ərazisində olan əkin sahələri suvarılmasını təmin etmək məqsədi ilə bir neçə zəruri tədbir həyata keçirilmişdir. Su bölgüsü təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Suvarma suyuna olan tələbatın vaxtında ödənilməsi, eyni zamanda su ehtiyatlarından səmərəli istifadə olunması, su itkilərinin qarşısının alınması və suvarma sistemlərinin etibarlı işləməsi üçün mütəmadi nəzarətdə saxlanılır. Fermerlərin və su istifadəçilərinin müraciətləri operativ araşdırılır və həll istiqamətində zəruri tədbirlər görülür. Suvarma mövsümdə idarənin əsas məqsədi kənd təsərrüfatı istehsalçılarının dayanıqlı su təminatına nail olmaq, məhsuldarlığın artırılmasına dəstək vermək və mövcud su ehtiyatlarını qorumaqdır. Hal-hazırda durduğumuz kanal, uzunluğu 8,5 km mərkəzi kanalı, rayonun Dəlqurçu, Dəkköba, Təzəkənd və Bəyimli qəsəbəsinin ümumilikdə 5000 hektara su təminatı, suvarma suyu təmin edən kanaldır. Kanal bu ilə cari ildə 1 kilometr hissəsi su üstün qarşısını alma məqsədilə beton üzrə alınmış və hidroqon əsası təmir olan istifadə verilmişdir. Və eyni zamanda rayonun Mərkəzi kəndində 2,4 km uzunluqda dəmir beton blok kanalının 700 metr hissəsi üzərində hidroqon qurğular əsası təmir olaraq su istifadəsinə verilmişdir. Zərdabda şəhər əhalisi 24 saat fasiləsiz içməli su ilə təmin olunur. İçməli su şəbəkəsində baş vermiş qəzalar mütəmadi olaraq qəza bərpa işçiləri tərəfindən aradan qaldırılır. Hazırda suvarma mövsümü uğurla davam edir. İdarə tərəfindən xidmət göstərilən ərazilərdə əkin sahələrinin suvarma su ilə təmin olunması məqsədi ilə zəruri tədbirlər görülüb.